Salam əziz dostlar. Biz əvvəldən sona layihəsinin 12-ci çəkilişindəyik. Söz verdiyimiz kimi Ramazan ayı ilə bağlı 4 veriliş çəkməyi hədəf qoymuşduq və bu gün 4-cü verilişimizi çəkirik Ramazan ayı ilə bağlı. Bugünkü qonaqlarımız ilahiyyatçı Fərid Abdullah və psixoloq Zülfiyə Abbasovadır. Bugünkü verilişimizdə də mövzularımız din, psixologiya, dinin müsbət, psixologiyanın müsbət tərəfləri dinlə birlikdə bu mövzularda danışacağıq. Fərid bəy icazə verirsinizsə Zülfiyə xanımdan başlayaq. Təşəkkür Zülfiyə xanımı və salamlayıram və hər ikinizi dəvətimizi qəbul edib gəldiyinizə görə çox təşəkkür edirəm. Biz üçün bu dəvəti qəbul etməsi hər üçün həqiqətən dəyərlidir. Zülfiyə xanım, mən ilk sualı verim sizə. Sualım bundan ibarətdir ki, dindar olmaq, ateist olmaq, agnostik olmaq, gündə son dönəmlər biz bunun şahidi oluruq ki, hər gün bir yeni əqidə, yeni təriqət, yeni düşüncə tərzi yaranır. Hətta bizim ustadlardan, müəllimlərdən biri deyirdi ki, hətta dünyanın axırında belə biri durub özünü peyğəmbər elan eləsə, mütləq ona bir 5 nəfər iman gətirən olacaq. Yəni ona görə iddia eləyirik ki, İslam dini bütün dinlərin önündə gəlir də. Və inanc ümumiyyətlə, nəinki İslam dini, bir tanrı mərkəzli, teosentrik bir əqidə, düşüncə tərzi bütün təfəkkürlərin önündə gəlir. İndi biz desək ki, inanclı olmaq, tanrıya bağlanmaq, teosentrik olmaq, Allah mərkəzli olmaq yaxşıdır, yoxsa ateist olmaq yaxşıdır? Bunun psixoloji tərəfdən necə açıqlaya bilərik? Məsələn, bəziləri deyir ki, bizim əlimizi, qolumuzu Allah bağlayıb. Dindarlara o cür yanaşırlar ki, din sizin əlinizi, qolunuzu bağlayıb, sizə məhdudiyyətlər təqdim edib. Yox olmusunuz siz, məhv olmusunuz. Biz də başqa dindar insan kəsimdə başqa iddia eləyir. İndi biz psixoloji tərəfdən baxsaq, dindar olmaq yaxşıdır, yoxsa ateist? Əvvəla mən də sizi salamlayıram. Verilişə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Belə deyim, yəni dini inanclı olmaq ateist və aqnostizmdən nə dərəcədə yəni üstündür ya da əksikdir. Bunu o dəyərin daşıyıcısının həyat tərzi, dünya görüşü və gündəlik davranışları, rutinləri belirləyir. Bunu niyə belə deyirəm? Çünki hər iki tərəfin də özünə uyğun çatışmazlıqları və üstünlükləri var. Amma inanclı olmağın üstünlüklərini burada qeyd edə bilərəm ki, inanclı insanlar həyatda məna və məqsəd görürlər. Yəni həyatın anlamını tapa bilirlər. Bir məqsədləri olur, bir məqsədə bağlı qalırlar və bu onları bir növ boşluq hissindən azad eləyir. Bu nöqteyi nəzərindən inanclı olmaq avantaj gətirə bilər. Daha sonra ümid və təsəlli verir inanc insana. Necə? Məsələn, qarşılaşdıqları çətinliklərlə daha yaxşı başa çıxa bilirlər. İtkilərə daha yaxşı dözə bilirlər. Çünki inanclı insanlar həyata belə baxır da, yəni Allahın bir planı var, ilahi ədalət var, yaxud da ki, axirət var, yəni bu dünyadan sonra, ölümdən sonra bir həyat var. Bu zamanda onlara daha yaxşı hadisələrlə, çətin hadisələrlə başa çıxmağa kömək edə bilir ki, bu da gətirir depressiya, anksiyetə ilə daha yaxşı savaşmağa gətirib çıxara bilər. Məsələn, tədqiqatlar göstərir ki, həqiqətən inanclı insanlar depressiya, qayğı pozuntusu sıxıntılarına daha az düşürlər və bunlarla daha çox baş edə bilirlər. Çünki burada stres hormonunu daha yaxşı idarə edə bilirlər. Bu da ki, stres hormonunda məsələn qarşılaşdığı o situasiyalarda, çətin situasiyalarda başa çıxmaq üçün bəzi emosiyalarla, ağır emosiyalarla başa çıxmaq üçün həmin insanlara kömək edir inancları. Stresi azalda bilir, belə deyim də, daha optimist baxa bilir hadisələrə. Sonra dinin məsələn verdiyi bəzi əxlaqi normalar var ki, bu yaxşılıq etmək, başqalarına əl tutmaq, yəni mənəvi keyfiyyətlər, gözəl keyfiyyətlər bu dinlərin deyərdim ki, ortaq özəllikləridir. Tək İslama öz dinimizə aid bir özəllik deyil. Yəni bütün dinlərdə bu mənəvi keyfiyyətlər var.
Və bu da insanlarda, yəni əxlaq dəyərlərini, normalarını gözəl bilməyi, başqalarına əl tutmağı, yardımlaşmağı, məsələn bu şeyləri formalaşdıra bilir. Məsələn icmaların dəstəyi, birliyə çağırmaları, məsələn həmin dini dəyərlər daşıyan insanları bu sosial münasibətləri formalaşdırmaqda kömək edə bilir. Yəni bu sadalamaqla bitməz deyərdim. Yenə deyirəm, emosiyalarımızla başa çıxmağa kömək edə bilir inanclı olmaq. Və amma gəlin indi müqayisə eləyəndə bir ateist və ya aqnostik necə baxır hadisələrə? Yəni ateist tərəfindən deyim öncə. Məsələn, onlar insanların öz əxlaq dəyərlərinin xüsusi bir prinsiplərə bağlayırlar və insan öz məsuliyyəti kimi dərk eləyirlər ki, bu insan öz məsuliyyəti. Yəni sənin üçün hansısa bir normativ olmalı deyil. Sən əgər şuurlu insansansa, hansısa bir pis davranışdan sən özün çəkinməlisən ya da ki, yaxşı davranışı özünü təşviq etməlisən deyə baxırlar. Amma ateistlərdə boşluq hissi çox rastlanılır, depressiya çox rastlanılır. Çünki onlar həyatda məna və məqsəd tapa bilmirlər. Mənası deyil. Bəli, mənası yoxdur kimi baxırlar. Yəni biz bir neçə aspektdən baxmalıyıq da, belə deyim. Tək burada əxlaq normaları deyil. Dünya görüşü, yəni dünyaya baxışı da önəmlidir. Aqnostiklər isə fərqlidir. Aqnostiklər, yəni bildiyiniz kimi, yəni nə Tanrı var deyə bilirlər, nə də yoxdur deyə bilirlər. Bunu yəni düşünürlər ki, bizim yox, məlumat kimi yox da, yəni belə baxırlar ki, yəni Tanrının varlığını və ya yoxluğunu sübut edəcək qədər təfəkkürə malik deyilik. Yəni bunu nə yox deyə bilərik, nə var deyə bilərik. Burada da artıq nə olur? Bir bəlirsizlik, qeyri-müəyyənlik içərisində olurlar. Ateizmin ibtidaisi Agnostisizmi nəzərdə tutursunuz. Yəni ateist tam inkar edir. İnkarçıdırlar. Amma agnostiklər Amma mən düşünürəm ki, inanclı insan olmaq elə mənaçı olmalıdır da. Amma mən düşünürəm ki, əslində inancsız insan yoxdur. O başqa mövzudur. Amma məsələn, yəni inanclı insan bir məsələn tutaq ki, mən bizim universitetdə bir müəllimimiz var idi. Məsələn deyirdi ki, ateist idi. Deyirdi ki, rüşvət almaq tələbənin cibinə girib oğurluq eləmək qədər pis bir hadisədir. Bəli. İndi bizim inanclı insana görə bu haramdır. Bəli. İnancsız insana görə bu pis bir şeydir. Qeyri-etikdir. Hə, qeyri-etikdir. Bəli. İndi belə deyək də, burada demək ki, bəzi dəyərlər, məsələn, əxlaqi dəyərlər ateist və inanclı insan belə müqayisə olunmur. Bu əxlaqi dəyər insanın özünə məxsus bir nəsnədir. Sadəcə belə başa düşürük ki, bu tutaq ki, mən yaxşı insan olum. Niyə? Sadəcə sən yaxşı insan olmalısan, çünki insansan. Amma inanclı insan üçünsə hələ proses bitməyib. Yaxşı insan olmalısan ki, axirət var, o birisi dünya var, hesab var, bu məsələlər. Bu daha çox inanclı insan daha çox mənaya köklənir, hədəfə köklənir. Bunun indi digər tərəfi var da. Məsələn, biz dünyada yaşayırıq və heç kəs heçindən sığortalanmayıb. Yəni bəzi insanlar çox çətin hadisələrlə üzləşirlər, doğmalarını itirirlər, faciələrlə üzləşirlər. Burada bəli demirəm ki, inanclı insan o dəqiqə yəni təslim olur və Allah verdi, Allah aldı deyir. Xeyr, üsyan eləyir ilk başlarda, sonra bunu dərk edir. Amma məsələn ən azından tam o şok vəziyyətindən çıxandan sonra bir ümid olur ki, biz nə vaxtsa görüşəcəyik, axirətdə doğmamızla görüşəcəyik. Amma bu ateistdə yoxdur. Yəni onun üçün oldu, bitdi. Yəni görün indi əslində onlar daha ağır bir emosional bir durum keçirirlər. Bəli. Bu dünyanın ateizmin yüksək olduğu ölkələrdə hətta intiharlar daha çoxdur. Amma məsələn səfalət içində, maddi olaraq səfalət içində yaşayan ölkələrində isə demək olar ki, intihar nadir hallarda görsənir. Bu da məlum olur ki, demək ki, inanc insanları daha pozitiv edir yaşamaq. Və duanın özü, məsələn zikirlər, bunlar ruh sağlığı, huzur, rahatlıq yarada bilirlər ruh aləmlərində, belə deyim. Çox sağ olun. Fərid bəy, bir sualda siz daha doğrusu sizə suallarım çoxdur, amma ilk sualı belə başlamaq istəyirəm ki, bu inanclı insanlarda biz bir əhvalsızlıq görürük. Bunu adətən də dinlə əlaqələndirirlər. Hətta biz məsələn mən şəxsən çox şahid olmuşam. İnanclı insana yaxın durmaq olmur da.
Hə, belə üzündən, yəni zəhrimar yağır. Yəni biz və bunu adətən də dinin adına yazırlar. Yəni adam həmişə qəmlidir, adam həmişə depressivdir. Məsələdən bir bədbəxtlik tapır da özü üçün. Ramiz Rövşən demiş ki. İndi bunu hətta yəni din xadimlərinin içində də görürük ki, bu məsələn həmişə qaş-qaşının üstündədir, əsəbidir, gərgindir, sual vermək olmur, söz soruşmaq olmur. Artıq insanlarda, hətta biz bəzi dostlarda belə bir fikir yaranıb ki, filan məsələn bir çay içirik, filan məsələn dindar gəlməsin, gəlib qanımızı qaraldacaq. Belə bir bu yəni gülməli səslənsə də bu reallıqdır da. Belə bir şey var. İndi mən istəyirəm siz bizə onu izah eləyəsiniz ki, bu həqiqətən dinin göstərişidir ki, belə zəhrimar sifəti almaq, yoxsa Bilirsiniz, birincisi gəlin ondan başlayaq ki, o dediysə bəzən zəhrimar kimi belə yanaşırlar, insanlara sual vermək olmur. Mən özüm bunda nə qədər özümdə tükəndiyimi bəzən görürəm. Niyə görə bilirsiniz? İnsanlara başa salmaq olmur. Nömrə bilirsiniz məndən nə qədər adam nömrə istəyir. Məsələn, nömrənizi verin, danışım. Deyirəm ki, hadisə bir ərizə yazanda adam deyir ki, mən filan mövzu barəsində danışmaq istəyirəm. 10 nəfərdən 8-i görürəm ki, mənə aid olmayan şeyləri mənimlə danışmaq istəyir. Hansı dua deyə bilərsiniz ki, həyatım dəyişsin, hansı Quranı bir də aça bilərsiniz ki, mən taleyimə baxım. Deyirsiniz ki, qardaşım, mənim platformama baxaq, mən o postanovkada deyiləm ki, yenə də o sualları verirsiniz. 10 olur, 11 olur, 12 olur, 1 olur, zəng edirlər. Yəni, onlar düşünür ki, sənin vəzifən budur. Məsələn, bu yaxınlarda gördünüz, hansısa bir din xadimi bir maşınla gəlir, bəcid ona yazırlar, deyirlər ki, sizə axirəti deyir, amma özü filan maşında gedir. Yəni, az qala din xadiminə maşın sürməyə belə rəvav görmürlər. Sanki bir dərviş kimi getməlidirlər. Mən yenə də deyirəm, əla, gözəl. Bir dənə gedin, Azərbaycanda bəs qədər təqvalı, abid din adamları var. Və elə lap əsl Əbuzər stili yaşayırlar. Biri o adamların qapılarını döymür ki, necəsiz, bəlkə neyəsə ehtiyacınız var. Yox, amma bir o qərbdən, o Renesans dövründən sonra gəldi, Roma papası, qızıl, belə filan da. Bizimkilər də düşündü ki, o protestant kimi ki, biz də din xadimlərimizi başlayaq top atəşinə tutmağa. Tut. Haqqın var, onsa Azərbaycanda ən rahat, yəni top atəşinə tutulan din xadimidir. Çünki niyə? O arxayındılar ki, o tərəfdən mənə pislik gəlməyəcək. Daha əminamanlıqdır. Yəni, biləndə ki, məsələn, Həzrət Peyğəmbərə o böyük adamlar deyərdi, o balaca uşaqlara deyirdi ki, sən şirini verəcək, o kişini görsən, get daş at. Onlar da gedirdilər, daş atırdılar, gülüşürdülər ki, ələ salırıq da məzələri. Niyə? O adamdan zərər gəlməyəcək axı bizə. Elə ki, bir 12-13 yaşına çatmış Həzrət Əli ki, Peyğəmbərin yanında idi və o daş atan uşağın qaçırdı, qulağından tutub çəkirdi. Ondan sonra o uşaqlar İmam Əlini görən kimi ki, Peyğəmbərin yanındadılar, uzaqda deyərlər ki, yox, mən problem yaşayacağam. Bu adama daş atsam, əvəzini görəcəm, ona görə əl çəkim. Yəni, bizim cəmiyyətdə də ki, ən rahatı odur. Mən də bəzən deyirdim, mənə şərh yazırdılar. Cəmaatı alladırsan, pul qazanırsan burada. Deyirdim, sənə qurban olum, sən məni dolandırırsan. Axı bir dəlil yoxdur ki, mən axı, bu mənim hobbimdir məsələndə çəkirəm. Yox, o səni o cür görmək istəyir. Quran ona görə deyir ki, kullun ya'malu ala şakiləti, hər kəs öz şakiləsinə, təbiətinə uyğun əməl edir. Bilirsiniz, indi xanım psixoloqdur, o daha yaxşı bilir. Bir var təbiət, bir var xarakter. Təbiət, hər bir insan müəyyən təbiətdə doğulur. Melanxolikdir, nə bilim, sanqvinikdir və s. Bunları dəyişdirmək olmaz. Yəni, bu onun təbiətidir. Mən görmüşəm, adam melanxolikdir, ömür bila şikayət edir, budur, odur. Bütün dünyanın dəlillərini gətirirsən, yenə də görürsünüz ki, deyir ki, ay mənim gözəl dərdim, mənim nə qəşəng dərdim var, filan var. Yəni,
bilirsiniz, insan o hala düşür ki, o dediyimiz kimi də, ac ol, kişi ol. Bu sözü kim deyir? Görmüsünüz, varlı adam bu sözü deyir. Yox. Kasıb adam özünə təsəlli edir. Əsas insanın daxili gözəlliyidir. Siz bir dənə gözəl adamın, yaraşıqlı adamın bu cür dediyini görməzsiniz. Məsələn, bəli ya, deyər gözəllik əsas deyil ha. Deyirəm bu həm o. Məsələn də bu qəbil. Yəni o baxırsınız bir tendensiya yaranır. Canay kasıb, canay nə bilim filan. Filan Elon Musk niyə neçə milyard pulu var? Hər kasıba bu qədər pul versə, niyə sənə kimsə nəsə verməlidir? Niyə? Niyə bir dəfə düşünmürsən ki, ilahi, mənə o bacarığı verginən ki, mən kiməsə verim? Allah onda deyər ki, aha, yetişmisən. Həmişə adam düşünür ki, mənə versin. Verməlidirlər. Malıdırlar. Bu yaxınlarda bir ifadə eşitdim. O mənə neçə günlər məşğul etdi. Dedi ki, Allahla münasibətdə belə biz həmişə Allahın məsul mövqeyində qoyuruq. Allah malı, məli verməlidir, eləməlidir filan. Özümüzdə heç nə görmürük. Yəni bu ona dönür ki, gedirik biz hansısa bir yerdə 1 hektar torpaq götürürük, baxmırıq ki, bu torpaq münbit deyil, elə dən atırıq. Sonra qayıdıb həmin adamı danlayırıq ki, sən bir dənə burada bitki yetişdirə bilmirsən. Bu torpaq səmərəlidir, səmərəli deyil də. Ona görə dediyimiz kimi, mən yenə də özümdən danışıram ki, hərdən deyirəm bu misalı, gedin bütün uşaqlar, mənim uşaqlığımı görən adamlardan soruşsanız, deyəcəklər ki, bu elə bu cür uşaq idi. Sakit, heç kəsin işi olmurdu, filan eləmirdi. Ona görə mən gəlmişəm, İslamın da bu sahəsini tutmuşam. Peyğəmbərimizin sahabələrinə baxsaq, onlar da o cürdür. Məsələn, Əbu Zər ki, İslamdan qabaq ipə sapa yatmırdı. Yəni o qədər idi ki, Peyğəmbər bəzən onu hətta deyirdi ki, get-ginən qövmümü çağır. Yəni yatmırdı. Bunu idarə etmək çox çətindir, amma Peyğəmbərə sədaqəti var. O İslam'a gələndən sonra da o stilini mübarizə tərəfinə verdi. Baxın, İslam sahəsində də dünyada hüquqşünaslar yoxdur. İslamda da onlar fəqihlərdir. Fəqihlərlə danışanda adam deyir, bu nə qədər quru danışır. Elə bil hüquqşünasdır. Bunu eləsən batildir, bunu eləsən filandır, filan şeydir. Adam deyir, bir yumşaq yer qoy, bıraq da. Nə qədər sərt, o qədər ancaq əqli dəlillər, rasional dəlillər filan. Adam deyir ki, bu din xadimidir, bu mənim ümidimi öldürdü bütün hər şeyimi də. Yəni bu batildir, o batildir. Adam deyir, daha ora qədər də yox da. Bəzən mənə qayıdıb deyirdilər ki, niyə sən insanlarla o cür danışırsan? Din anlamına ki, batildir orucu, getməlidir, qəzasını da tutmalıdır, üstəlik kəffarə də tutmalıdır. Deyirəm, ay qardaş, bu insan təzə başlayıb, namazı oruca. Mən onun necə belin qırım hamısında. Yəni olmur. Bax görürsüz, ona görə müasir İslam alimləri İslam fiqhinə əxlaqın gətirilməsi tərəfdarıdırlar. Əxlaqla sintez elə, kəsmə, vurma, sərt-sərt danışma ki. İndi ondan sonra irfan adamlarına baxın. Mövlanə kimi adamlara. Kim olursan ol, gəl. Nə bilim filan ol. Yəni onların da təbiətləri odur. Yəni ki, can, yıxıldın filan. Baxın, dünya bu dəqiqə Mövlanənin, Sədi Şirazinin, Hafizin İslamını sevirlər. Poetik, bir balaca, yəni başqa cür baxanlar da Allah dərgahında hər kəs bərabərdir. Məsələn, öz sözlərini deyə bunlar. Günəş çıxır kafirin üzərinə də saçır, möminin üzərinə də saçır və belə. Baxırsınız ki, başqa bir adamdır, deyir, din budur. Və müsəlmanlar da bir-birlərini qırırlar bu barədə. O deyir ki, sən filan ölkənin, nə bilim, şeysən, indi dəb düşüb də Amerika, nə bilim, İngilis şiəsi, Amerika sünnisi, nə bilim, filanı, peşimi. Hamı deyir, mənim o heyvani instinktlər burada da olur da. Yəni, mənim dəstəm, mənim praydımın qanunları keçməlidir. Mənim əlimə imkan düşsə, vurub dağıdacam. Bu yaxınlarda Quranın təhrifi ilə bağlı video, məsələn, paylaşmışam ki, yəni belə şey yoxdur, bu ayıbdır, bunu qabartmayın, Quran müsəlmanların dəyəridir. Siz bu nədir deyirsiniz, filan kəslər deyir, təhrifdir, inanır, o olmaz. Qıraqdan düşmən baxır, gülür ki, bunlar İncil, Tövrat haqqında belə sözlər deyirlər, özləri Qurandan beşbətər danışırlar. Görürsünüz ki, indi Əməvi məktəbinin ardıcıları, Məhəmməd ibn Əbdülvəhabın ardıcıları düşüblər orada
statlar gətirirlər ki, sən Quranın təhrifinə inanırsan. Deyirsən, qardaş, sən məni tanıyırsan. Niyə mənim boynuma qoyursan axı bunu? Axı mən burada ağzıma deyirəm ki, yığışdırın bunu, müsəlmanlar. Səni nə vadar edir ki, sən məni orada qeyri-dindar çıxartmaq istəyirsən? Kafir, müşrik, nə bilim. Niyə? Aqressiya var da. Niyə? Olmaz ki, deyəsən ki, sən qardaşım, bax ikimiz də inanırıq. Ya Allah, əl-ələ verək. Yox, olmaz. O böyüklər buna qarşı çıxarlar necə yəni? Yox, bu cür. İndi ona görə deyim ki, bayaqları xanım da qəşəng dedi. O bir bəhsim, biz bunu bir dəfə qabartmışıq, elə dindar kəsim əleyhimizə çıxdı. Din əxlaqın tərkib hissəsidir. Nəinki əxlaq dinin tərkib hissəsidir. Yox. Əgər biz belə desək, onda dindar olmayan adamın əxlaqsız olduğunu deyərik. Bu isə absurd bir şeydir. Bütün müsəlmanlar qəbul edib ki, Peyğəmbər nə deyir? Deyir, mən yalnız niyə göndərmişəm? Li-utəmmimə məkariməl əxlaq. Əxlaqın ən gözəl səciyyələrini tamamlamağa gəlmişəm. Peyğəmbərin göndərilməsi də budur. O deməkdir ki, bəli, əxlaq var, amma onun ən yüksək tərəfləri var ha. Yəni onu Peyğəmbər tamamlamağa gəlib. Bunu da deyim, bu yaxınlarda bayaqlar düz bir nəfər mənə yazmışdı ki, niyə intihar etmək olmaz? Allah bizi ilə nə oynamağı sevir, bizi istirabımızı görməyi sevir. Baxın təsdiqi. Sual verir, burada da təsdiq verir. Deməli, bu adamla danışmaq çox çətindir. Sual verirsən, niyə intihar etmək olmaz? Beynin açıq olmalıdır sənin. Necə ki, insanlar bir-birinə cavab vermək üçün qulaq asırlar da, ona görə uzlaşmır. Əgər buradan da təsdiqin vermirsən ki, niyə Allah Taala deyir ki, mənimlə istirabımı çəkir? Niyə? Sən deyir, öküzdən soruşsan ki, Allah necədir? Deyirsə, yekə, qara, buynuzları belə, yekə. İnsan da Allahı insanlaşdırmağa çalışır. Bəli. Böyle oturub, hər kəsin. Niyə o Gülsərən xanım var, bir Türkiyənin psixoterapevt deyə, o məşhur, onun kitabları da var idi. Mən o məsələni çox, yəni mənə yatırdı. Deyirdi ki, mən Allahı atamın obrazında görürdüm. Hündürboy, paltolu, fikirlərə dəyər verən, hörmət edən və bu qəbil. Sonra ki, getdim nənəm gilə zada, amma nə eləməsən, bütün o əhkamçı adamların da mənə çatmadı. Yəni, uşaq üçün Allah obrazı valideynindən formalaşmağa başlayır. Ona görə Allah Taala heç şübhəsiz ki, Quranda özünə ibadətdən sonra valideynləri gətirir. Yəni ki, valideyn formalaşdırır. Ata nə obrazdadırsa, övlad Allahı da o obrazda görəcək. Vuran, söz kəsən, insanın bütün zəhmətini nə bilim neyinəyən. Yox, əgər bir nəfərin Allahı, atası fikirlərə hörmət edəndirsə, övladına ki, narahat olma, düzələcək. O da o Allahı, o Mövlanənin Allahı kimi görəcək ki, ay necə mənim mehriban Allahım var, filanım var. Görürsünüz. Onda o aqressiya deyirsiz, ailədən gəlirdi. Hətta aqressiya ailədən gəlir. Yəni mən onu demək istəyirəm ki, hər kəsən öz təbiətinə uyğun edir. Bu yaxınlarda da bir nəfər, mən adətən bu dəfə bu şəkildə cavab verirəm. Deyirəm, mənim müdirim var, gəldi, güldü. Dedi ki, o 10 neçə yaşlı qız uşağı ki, zorlanır, öldürülür. Allah İmtahan edir onu, deyir, mənə belədir, cavab vermədim, ha, belə elədi, deyir ki, güldü getdi. Dedim, get o müdirvə dinən ki, Allah yoxdur, həll elə bu məsələni. Həll elə bu məsələni. Nə deyəcəksən? Əcəb edib, kamını alıb, hüquq mühafizə orqanları da tuta bilmib onu. Bir ateist vardı, sağa sola dini söyürdü. Dedim, hər şey boş şeydir. Allah yoxdur, Peyğəmbər, nəuzubillah, şarlatandır, sən dediyin kimi, başa düşdü. Bir nəfər gəlsə sənin evvə, ailə təcavüz eləsə, malvı yağmalasa, filan eləsə və nəticədə çıxıb getsə, hüquq mühafizə orqanları da tapa bilməsi olmur. Karlıdır o adam, karlıdır. İnanın cavab verə bilmədi. Niyə? Çünki fitrət oyanır içəridə ki, yox, bu belə olmalı deyil axı. O axirət inancı da, Allah, o deyir, bəzən deyir ki, imamdan hədis nəql olunub ki, hətta deyir, da Allahın adlarından biridir. Yəni, insan çəkirsə Allahı köməyə çağırır. Bayaqlar gözəl toxundusa, yəni bütün insanlar, hətta ateist belə,
Mən yenə də deyirəm ki, ateistlər bizdə deistlər bu qəbir dindən küsmüş adamlardır. Bəli, bəli. Dua eləmişəm, duamı niyə Allah qəbul eləmədi? Filan şey niyə belə elədi? Onda heç nə yoxdur. İnkara qalxır da. Bəli. O necə bizdə uşaq böyüyür. Anam atam mənim üçün nə edib ki? Heç nə. Heç nə olan mənim üzərimdə haqqı yoxdur. Filandır. Aton səni böyüdüb, valideynlərin böyüdüb səni filan. Mən heç nə eləməmisiniz. Nə var mən deyənə eləməmisiniz. Mən istədiyimi eləməmisiniz, danır. Yəni bu da böyük də Allahın bilirsiniz naz istəyir Allahdan da ki, mənim qayğıma qal bu qəbirçi. Yenə də o adamlar yenə də fırlanıb hansısa bir kənarda bir göz yaşı axıdırlar, Allah Allah deyirlər. Yenə də cəmiyyətə çıxırlar ki, yəni ki bu qəbirdə. Ona görə deyirik ki, əzizlər, bu gördükləriniz din deyil, insanlarındır. Ona görə Quranda Allah Taala buyurur ki, "İnnə dinə indallahi əl-İslam." Allah yanında din İslamdır, demir sizin yanınızda. Sizin yanınızda sizin öz interpretasiyalarınızdır. Mənə elə gəlirlərinizdir. Ona görə də ki, yenə bu dediyiniz o qaraqabaq adamlar var və bu qəbil adamlar var. Biz sadəcə onu bilməliyik ki, onun təbiətidir. Nəinki? Bəli, o adam deyə bilər ki, mən Allaha görə verirəm. Allah istəyir. Ya, sənin təbiətin belədir, ona görə bu cür səndə. İndi amma yenə də bunları çıxın. Mən də bəzən hövsələm daralır. Yenə də deyim ki, zəng edirlər, 12 olur, 1 olur, filan olur. Adam bəzən narahat olur. Məşə bu qara qabaqlıq səbəbsiz deyil də. Hə, yəni bəzilərinin bir bazası var təbiətindədir. altında. Bəzilərinin isə bilirsiniz, o elə bilir ki, sən bütün günü oturmusan, ya sənin bir şeyin var, bəli, bəli. O sənə vəzifə bunu bilir. Bəli, sən də danmırsan kimdən, amma sən tükənəndə nəticədə sənə heç kəs köməyə gəlmir. Sən də enerji yığmalısan. Bəli, bəli, Ki tamam. yığmalısan ki, mən təzədən edim. Ona görə bizdə o qəşənglər ki, ən böyük dərd, məzlumiyyət peyğəmbərin məzlumiyyətidir. Niyə? Biz deyirik ki, Allahla ən yaxşı münasibəti, əlaqəni o qurub. Qur, qayıt, arvad, ev, səhabə, biri deyir acam, biri deyir filan şey. Görün necə kanalları dəyişdir. İstidən soyuğa, istidən soyuğa, istidən soyuğa. Yəni nə qədər adam üçün çətindir də. Əlbəttə ki. Ona görə bu qədər. Çox sağ olun Fərid bəy. Bir sual məni düşündürür. Bu suallardan bir neçə sual düşündürür. Biri də budur. Məsələn, tutaq ki, insan Ramazan ayında ən təkidlə deyilən suallardan, sözlərdən biri də budur ki, Tanrı insanları bağışlayır. Hətta bir yerdə eşitmişdim ki, deyir ki, bu ayda bağışlanmayan bəs nə vaxt bağışlanacaq? Yəni bu elə bir fürsətdir ki, yəni burada hamı bağışlayır. Allah hamını bağışlayır. Yaxşı, Allah hamını bağışlayırsa, bu bağışlamağın bir dini tərəfi olduğu kimi insanın bir psixoloji tərəfi də olmalıdır. Bağışlamaq və ya bağışlanmaq hissi insanın əhvalına necə təsir edir? Əvvəla onu deyim ki, bağışlama, əfv etmə və bağışlanma hissinin insana həm psixoloji, həm fiziki faydaları sadalamaqla bitməz. Niyə? Çünki insan bağışlayarkən, əfv edərkən qarşı tərəfi azad buraxır, o ayrı. Bir də özündə olan ağır emosiyaları buraxır. Hansı kin, nifrət, qəzəb, bu hissləri buraxır ki, bu hisslər kifayət qədər insanın psixoloji durumuna və fiziki durumuna təsir edir. Çünki belə deyim də, yəni xəstəliklərin 99% psixosomatikadır. Yəni biz duyğularla yaradırıq xəstəlikləri. Xəstəlik deyə bir şey bizim o hissəyə, o hansısa bir hadisəyə, bədənimizin hansısa bir üzvünə verdiyimiz duyğu və emosiyadan yaranan bir şeydir. Ki, məsələn, kin, nifrət, qəzəb hissi olan insanlarda kifayət qədər ürək problemləri olduğu görülüb, yəni. Amma əfv etmə, bağışlama bu ürək sağlamlığına gətirib çıxardır, bəli. Sonra sən birini bağışlamırsan, ona qarşı nifrət hissi duyursan və səndə nə olur? Stres yüksəlir. Bu zaman sən bütün xəstəliklərə açıq olursan, immunitetin, yəni çünki düşür aşağı. Ancaq əfv edərkən, bağışlayarkən bu immun sistemimizi də gücləndirir. Bağışlama gözəl bir şeydir. Daxili rahatlıq, huzur tapırıq. Mənəvi huzura çatırıq bağışlayarkən. Azad buraxırıq ruhumuzu, mənəvi keyfiyyətləri formalaşdırırıq özümüzdə. Daha şəfqətli, daha sevgi dolu yanaşırıq. Sonra empatik oluruq. Məsələn, özümüzü qarşı tərəfin yerinə qoyuruq. Hadisəyə həmişə öz aspektimizdən yox, bir də qarşı tərəfin durduğu yerdən, mövqedən baxırıq bağışlayarkən. Yəni ondan sonra, o təhlillərdən sonra zaten əfv etmə mərhələsinə gəlib çıxırıq. Yəni gördüyünüz kimi əfv etmə, bağışlama psixoloji cəhətdən də çox, yəni bu
sırf bunu deyərdim ki, psixologiyada bunun adı sağlıqlı qəbullanmadır. Əfv etmə və bağışlanma deyərkən tərəflərin bir-birini bağışlamasını kimi belə düşünürük, yəni belə nəzərdə tuturuq, Aha. amma elə deyil əslində. Çünki Fərid bəy də toxunur, yəni dini mövzulardan yola çıxsaq, burada tək insanların yox, məsələn Allahı bağışlamaqda, Allahın bizi tutduğu imtahanı da qəbul etmək. Yəni çünki o hadisələrdə üsyan edirsən və fələk, nə bilim Əzrailə qarğış edən kim, fələyi çağıran kim, bu nədir? Bu qəzəbdir. Bu kindir. Yəni içində sən bu hadisə ilə barışa bilmirsən və onunla savaşa çıxırsan. Burada kin, nifrət, qəzəb səndə kifayət qədər baş qaldırır və sən ruhunu, mənəviyyatını zədələyirsən bununla və heç vaxt kinli, nifrət dolu, qəzəbli insan huzurlu ola bilməz. Zülfiyə xanım, o proses necə olmalıdır? Məsələn, tutaq ki, qarşındakı bir insan sənə amansız bir zərbə vurub və biz o insanı bağışlamaq istəyirik və bağışlaya bilmirik. Bu yol necə olacaq ki, biz beynimizdə nəyi çözməliyik ki, onu bağışlaya bilək? Və hansı üzr istəyirəm taktikadan istifadə etməliyik ki, onu bağışlaya bilək? Belə deyim də, yəni bu proses ilk öncə tutaq biri bir hadisə ilə üzləşir, bir insan pisliyi ilə üzləşir. Öncə bu hadisəni qəbullanmalısan sən. Bilirsiniz, üzr istəyirəm, niyə görə deyirəm? Məsələn, tutaq ki, bizim metroda biri ayağımızı tapdalasa, onu bağışlamaq elə rahatdır. Təbii ki, Düzdür. təbii ki, Və haqlısınız. Yəni məsələn, tutaq ki, məsələn mən insan tanıyıram ki, misal ünvanında deyim, belə bir türklərdə generik ssenariyo quraq da, canlı ssenari quraq. Məsələn, mən bir nəfər tanıyırdım ki, onun uşağı ağır xəstə idi və uşağının bütün müalicəsini təbii ki, işdən aldığı əmək haqqı ilə təmin eləyirdi və bir iş yoldaşı onu pis vəziyyətə qoydu, işdən çıxdı. Yəni işdən çıxmasına səbəb oldu. İşdən çıxdı, uşağın müalicəsini eləyə bilmədi və uşağı dünyasını dəyişdi. Bu insan savaşmır, öldürmür o adamı, döymür o adamı, amma heç cür bağışlaya bilmir. Gecə-gündüz o insanın varlığı bunu əziyyət eləyir. Belə bir hal bağışlamaq daha çətindir. Məsələn, yenə deyirəm, metroda bir ayağımızı tapdalasa, biri maşınımızı cızsa, biri pəncərəmizi sındırsa, bunları bağışlamaq olur. Üzr istəyirəm, amma bir dənə. Olar. Buyurun. Mənə bir neçə dəfə bu qəbil şeylər yazıblar. Allah rəhmət eləsin mərhum Hacı Şahinə. O məsələn qısa zamanda həm də adam gördü ki, qısa anda necə saç saqqalı ağardı. Məsələn deyirdim ki, baxırdım, özüm də yazmışdım da, ona da özünə də demişdim ki, yəni mən şəxsən çökərdim burada ki, hər gün 2, 3, 4 şəhid ailəsinə gedəsən. Hər kəs belə deyir ki, ay Hacı nə yaxşı gəlmisiniz, gəl. Yox, ana var, sənin yaxınına yapışır. İzah elə Allah niyə aldı mənim balam əlimdən? Eləsi var gör. Cürbəcür, yəni hər kəsən səni Allahın vəkili kimi qəbul edir. Mənə şəxsən biri qayıdıb deyəndə ki, mən xanımımdan gizlətmişdim, uşağımız şəhid olub. Mən indi neynim? Xahiş edirəm sizdən bir səs atardınız ki, xanımım yer tuta bilmir evdə. Bilirsiniz, mən dünyanın ən ağır yükünün altına girirəm ki, Allah yalvarıram, qurban olum. O məndən istəyir də onu görməyə. Və yaxud da mənə nəfər yazmışdı ki, mən xahiş edirəm Allahla münasibətimi düzəldim, mən küsmüşəm Allah. Niyə anadır? 2 dənə uşağı var. İndi balacasına gedib nəsə süd versin, neynəsin, qaynana gəlib pəncərəni açıb ki, ana hər zaman pəncərələri bağlı saxlayır. Dedi ki, mən açır, uşaq gedib 3-cü mərtəbədən yenə bıq edib düşüb. Deyir, mən ərimi və qaynanamı bağışlaya bilmirəm, dediyiniz kimi. Yox, biz bağışlama deyəndə kim deyir ki, gedməlisən, öpüb qucaqlamalısan? Bu İslam dini o deyir ki, məsələn, xristiyanlar deyir, bu üzvə şillə vuranda çevir o şillə. Yox, o deyir. Yəni, İslamın sərt üzü də var. Əşiddəu aləl kuffar ruhamau beynəhum. Kafirlərə qarşı sərtdilər, öz aralarında rəhimlidirlər. Çox təəssüflər olsun ki, müsəlman aləmində öz aralarında sərtdilər deyə olub da, baxırıq ki, etmir. Yəni, İslamda təvəkkül var. Bilirsiniz ki, nədir? Mən gedirəm, hüquq sahədə başım çıxmır, gedirəm bir profesional vəkilə deyirəm, deyir, at bura etibarnaməyə qol çəkirəm. Mən dəqiqəbaşı vəkilin
Beynini aparmıram ki, nə oldu? Neynədin orada? Ona təhvil verdim. Təvəkkül də Allahı vəkil etməkdir. Ni'məl mövla və ni'məl vəkildir. Allah nə yaxşı, nə gözəl vəkildir. Bu o deməkdir ki, ilahi, mən bu yükü götürdüm, verdim sənə. İndi biz bağışlaya bilmirik. O deməkdir ki, bir növ sözüm kobud çıxarı, Allaha şərik də qoşuruq. Yəni ki, Allaha inanırıq, eyni anda inanmırıq. Quran deyir, yəbudun Allaha əla hərfin. Allaha hərf üzərində ibadət edirlər. Yəni, hərf o mənada ki, bəziləri tərcümə edir ki, şək və tərəddüddür. Yəni, dayanmısan burada uçurumda, bir dənə an lazımdır ki, eləsindən düşəsən. Yəni, bu məsələ də burasındadır. Yəni, mən Allahın axirətinə hesaba çəkəcək və bu qəbul şeylərə tam yəqinim yoxdur. Və mən yenə də deyirəm, mən bütün bunlara geniş əhatəli baxıram. Mən İslam deyəndə Həzrət Məhəmməd sallallahu əleyhi və alihi və səlləmin şəriəti kimi baxmıram. Adəmdən xatəmə hamısı İslamı təbliğ edib. Mən bu cür yanaşıram. Ona görə bəzən başqa təlimlərə də baxıram. Mən məsələn, istər buddistlər olsun, xristianlar olsun, bilirsiniz mən onlardan nə qədər şeylər öyrənmişəm ki, görmüşəm bunlar mənim hədislərimdə, ayələrimdə də var. İndi bilirsiniz nətə? Hətta meditasiyada. Mən məsələn, Joe Dispensa'da idi deyəsən ki, baxırdım, qulaq assım ki, o deyir, axırda gəl. O deyir də mərhələləri meditasiyası bir mərhələdə sən, indi o adın bayaq dediyim kimi ahdır, amma Allahdır. O bir kainat və bu qəbul qoyur ki, qurdun orada kanalı, denən ki, üzr istəyirəm, bağışla, mən hər zaman həyatımda özümə çarə çıxış yolu axtarmağa çalışdım. Sənin planlarının qarşısını kəsdim. Gözə adam təvəkküldən danışır, özü bilmir. Yəni bilirsiniz nətərdir ki, o vselennaya, kainatla əlaqə qur. İndi burada da o bağışlaya bilməmi, o deməkdir ki, sənə Allahın etimadın zəifliyi. O deməkdir ki, kimsə nə deyir ki, sən gedib onu qucaqla. O deməkdir ki, ilahi, bu adam belə elədi, filan elədi. İlahi, mən bunu sənə həvalə edirəm. Çünki bəzi məsələlərdə bizim etiqadımız var ki, mühakimədə Allahın da qarşısını, nəuzubillah ifadəm pis çıxar, kəsən şeylər var. Allah deyər ki, sən mənimlə aramda bəzi günahlar eləmişsən. Məsələn, namaz qılmamısan, oruc. O səninlə mənim hesabımda. Allah bunları keçər. Deyər, bilməyib, araşdırmayıb. Amma deyər, mənim bəndəm. Sən filan kəsi belə eləmişsən, onu mən sənə keçə bilmərəm. Axı, Allah Taala deyir ki, zülm etməz. Həmin adam da ki, qayıdıb, sən o. Bəli, əgər bu bəndə peşman olubsa, ona görə biz də deyir, bayaqları dediniz, bunu da deyim, üzr istəyirəm söhbətimizə girdiyim üçün. Bu təzə bu haqda video hazırlamışım, ona görə bağışlamı tamamilə bunu araşdırdım. Yəni biz bağışlamaqdan danışırıq, bağışlanmaqdan danışmırıq. Hamı elə bilir ki, kimisə mən bağışlamalıyam. Biz məni bağışlayan kimdir də? Yəni, Ramazan budur da. Quranda şeydə deyir ki, əgər bu ay bağışlanmayan özünü bağışlaya bilməz. Mən ona görə o ifadə çox bir aforizmində deyir ki, bağışlamaq gücsüz insanların işidir. Bəli. Zəif insanlar bağışlaya bilmir. Çünki özünü bağışlaya bilmir. Mənə niyə belə elədilər? Mənə niyə belə? Deməli sənin problemin özündəndir də. İndi bu məsələdə də ilahi bu məsələni qoydum qırağa. Yenə də deyirəm, peyğəmbər deyir, zibil başına qadın zibil atırdı. Bir gün peyğəmbər dedi ki, mənim başıma heç zibil atmır. Nə olub o qadına? Deyirlər ki, ağır yataq xəstəsidir. Düşüb. Gedir deyir ki, nə olub sənə? Qadın baxır deyir, kaş yer aralanardı, mən girərdim. Bir nəfər vardı məhəllədə, belə ara adam idi, mənə gülürdü belirdi. Allah nə deyəcək mənə qiyamət günü? Deyəcək, getmirsən, məsələn, üzr istəyirəm ifadımı gör, zina eləmişsən. Çünki bizim cəmiyyətdə o normal qəbul olunur. Hətta yaxşı bir hakimi. Amma Quran deyir ki, qiyamət günü deyəcək, ey kaş torpaq olaydım. Sənin güldüyün şey var ha, sənə Allah deyir ha o sözü. Sənə hansı əmr uşağı falan demir ha. Allah adama deyər ki, bisəlləkum. Quranda deyir, vay sizə də, ibadət edənlərimizə də, uffun ləkum. Məsəl üçün, şeydə deyir ki, vay olsun sənə, Qiyamət surəsində deyəsən, vay olsun, bir də vay olsun. Hansı söhbəti deyir, o
peyğəmbərə gəlir, o müşriklərin böyüklərindən biri olur. Nəsə maraq göstərir peyğəmbərə. Ona deyirlər: "Ha, sən çıxdın, bizi tərk elədin, aldatdı səni." Deyir: "Mənə imkan verin, qoyun mən qulaq asım peyğəmbərə." O da deyəsən səhv eləməsəm Həzrət Peyğəmbər Səcdə surəsindən oxuyarkən o valeh olur buna, təsirlənir. Məkkə müşrikləri də deyirlər ki, necə cəmaət də sənə baxıb deyəcəklər ki, bu yolun azdır. Gəlir, fikirləşir. Çıxır deyir, tapdım. O sehirbazdır, sehir edir. Allah Quran ayəsində deyir, vay olsun sənə. Yenə də vay olsun sənə. Yəni sən bilirdin o dövr məsələ. Amma gəldin ki, dostlarının, aşnalarının, nə bilim, əlaqələrin pozulması üçün böhtan atdın ki, sehirdir. Vay olsun sənə. Yenə də deyim, Allahın vay olsun sənə deməsi başqa şeydir ya. Yəni ki, biz bəzən ona götürüm. Yenə də deyim ki, üzr istəyirəm sözünüzə qarışıram. Yenə də dedim ki, yəni özünü bağışlamaq və Allaha inam. Yəni Allahım sən biləcəksən məsələn və əgər Allah görübsə ona görə deyir üzr istəyir, get. Nə bağışla məni. Bizdə nədir? Bağışla məni ruhumun sakitləşməsi üçündür də. Onun üçün yox. O fəzilət sayılmır. Mənə də olub, vaxtı ikən nəsə deyən olub. Mən bilmişəm Qədir gecəsidir, moizədə qulaq asıb, təsirlənib, mənə yazır ki, bağışla məni. Yəni sən təsirlənmirsən, sənə həqiqi bağışla məni demək istəmirsən. Təsirlənmirsən. Deyirsən, de mənə bağışladım səni, mənim vicdanım sakit olsun. Sən özün nə edirsən, özün bilərsən. Yox, sən gərək duyasan ki, həqiqi o adama mən nə etmişəm. Ona görə Allah Yunus Peyğəmbər üçün deyir ki, Yunus Peyğəmbər nə deyir? Deyir, inni kuntu minəz zalimin. Mən zalim, biz zalimlardan olduq. Bunu Peyğəmbər özünə deyir. Biz nə deyirik? Gəldim sənin ayağına, üzr istədim, mən dil açdım sənə, sən mənə deyir. İxtiyarı çatır. Deyirsən, Allah səni belə eləsin, belə eləsin və mənim vəzifəm dədir ki, ona sakit qulaq asım. Qoy məni söysün, təhqir eləsin, cəhənnəm ol, buradan gəlmə. Bəli. Mən Allaha sübut etməliyəm ki, ilahi, baxın, mən gəldim ha. Bağışlanmaq gəldim, istədim. Sabahları Allah Taala da desin ki, o bəndiyə ki, mən sən filan şeyləri verəcəm. Və ya sən filan şeylər bağışlayırsan, sən də gəl bunu bağışla ki. Həmin bəndə də mənim unuducuyam məni. Hay Allah, ver ki, bunu da bağışlayacağım da. Ona görə deyirəm, oruçluq da budur. 10 neçə saat dərd çəkirik. Acam, susam, nə edirəm. Bir də iftarla unuduruq hər şeyi. Nə qəribə şeydir. Biz ölürdük, ay Allah, saata baxırdıq, açan gələcək filan. Bir dənə sudan çeyləyən kimi Allahımız belədir bizim. Ya kaşfəlkar. Yəni elə edə bilər ki, adamı bir anlıq bütün kədər, qüssə kədəri yadından çıxa bilərdi. Allah almasın nəzərinə. Sağ ol, çox sağ ol. Yəni də üzr istəyirəm. Yox, çox xoş oldu. Çox gözəl yerə toxundu. Zaten mən də onu deməyə hazırlaşırdım ki, ilk öncə biz bağışlamaq üçün birinci o hadisə ilə barışmalıyıq. Hadisəni qəbul eləməliyik. Yəni biz nə edirik? Sanki biz öncədən nədənsə sığortalanmışdıq, hardasa müqavilə bağlamışdıq ki, bizim başımıza belə bir hadisə gələ bilməz. Bu istənilən bir hadisədə keçərlidir. Yəni sən bu dünyada yaşayırsan, bu dünyada da bu hadisələr normaldır. Başqasının başına gəlibsə, sənin də başına gələ bilər. İlk öncə hadisəni qəbullanırıq. Hadisəni qəbullanandan sonra artıq nə edirik? Təhlil eləyirik. Yəni necə oldu bu situasiya yarandı? Kim yaratdı? Hardan doğdu? Və yenə deyirəm, bu gəlir dayanır təfəkkürə, doğru təfəkkürə ki, sən düşünürsən, bu hadisə mənə nə öyrətdi? Niyə başıma gəldi? Nə üçün idi? Yəni inancdan da ötə bir şey düşünməlisən sən. Yəni nə ibrət alım mən burdan? Nə öyrənim? Artıq öyrənmə moduna girəndə heç nə o insan qalır, səni bu bağışlanmalı biri qalır ortada, nə bağışlanacaq biri qalır ortada, yəni nə bir davranış qalır, heç nə qalmır ortada. Sən sadəcə dərsini alırsan, öyrəndiyini öyrənirsən, qarşı tərəfi Fərid bəy doğru vurğuladı. Yəni biz demirik ki, bağışla, denən ki, gəl şərait yarat ki, gəl bir də mənim pis iş gətir başıma. Yəni bu deyil bağışlama. Yəni sən bağışlayırsan və buraxırsan. Burada bir nüans var, O nüans nədir? İkinizin də fikrin birləşdirməyib belə bir şey ortalığa qoyuram. Ortalığa qoyuram belə bir çıxdı. Yəni belə də məndə sizin ikinizin də fikri, məndə bir fikir yaratdı, belə deyək. O nədir o fikir?
Məsələn, ümumiyyətlə mən uzun müddət yox, elə bir ki, məndə belə bir xüsusiyyət var. Məsələn, hansısa bir söz, hansısa bir şeirdən bir misra, bir kəlmə və yaxud hansısa bir dahi adamın bir kəlmə sözü, bir də məndə bir 15, 20 gün, bəlkə 2 ay, 3 ay beynimdə düşünürəm o fikri. Bir dəfə də bir alimin çıxışlarında belə bir söz işlətmişdi ki, insan tənha varlıqdır. Mən bunu düşünməyə başladım ki, nətər yəni tənha varlıqdır? Dünyada 9 milyard insan var, ailə var, uşaq var, dost var, tanış var, sinif yoldaşı, qohum, əqrəba filan. Nətər tənha varlıqdır? Sonra zaman keçdikcə bunu həzm eləməyə başladım. Təbii ki, bu da qısa müddət olmadı. Bəlkə 3 ay həzm eləməyə başladım və düşündüm ki, burada artıq sınma nöqtəsi gəlir. Nədir bu? 99 milyard insan içində yaşayacaqsan, hamının hüzuruna gedəcəksən, hamının toyuna gedəcəksən, ad gününə gedəcəksən, filan, işə gedəcəksən, amma Tanrı ilə baş-başa qalanda tənhalığı başa düşəcəksən. Yəni nətər tənha? Yəni sən və Tanrı var bu yer üzündə. Başqa heç kəs yoxdur. Onda münasibətlər mən belə düşünürəm daha sağlam olur. Bir dənə də mötərəzə açım. Məsələn, tutaq ki, bizdə evlilik olur. Məsələn, evlilik demək, lap deyə sevgililik də olur. Bir gənc oğlan bir gənc xanımla sevgili olur. Hamı bir-birinə gözəlləmələr deyirdi. Sənin qaşın belə getdi, o deyir sənin çiynin belə getdi, biri deyir sənin gözün belə. Bir müddətdən sonra bu gənclik ehtirası var. Bu bitir, olur dırdır. Amma təsəvvür edin ki, bu insanı ona görə sevir ki, bunun Tanrı arasında bir Tanrı vasitədir. Mən səni sevirəm ona görə ki, çünki Tanrı mənə səni sevməyi tövsiyə eləyib. Əslində mən Tanrını sevirəm. Sənin olan sevgin Tanrıdan sənə əks olunub. Nəinki tam sənə fokuslanıb. Təsəvvür edin ki, məsələn, bizim bu gün cəmiyyətdə məsələn, mən ən sevmədiyim mövzulardan biridir. İşini sev, ən sevmədiyim mövzudur. Mən işimi niyə sevməliyəm ki? Məsələn, tutaq ki, insanın işi onun üçün ruzi qazanmaq üçün bir yerdir. Mən keçən statistikaya baxdım. Təsəvvür edin ki, indiyə kimi dünyaya alimlər deyir ki, 130 milyard insan gəlib gedib. 130 milyard. Və deyir 99% sevmədiyi işdə çalışır. Təsəvvür edirsiniz nə boyda böyük bir rəqəmdir. 99% insan sevmədiyi işdə çalışıb. İndi biz bu 1% orada nə qədər rəqəmdir? Biz indi Fərid bəy öldürürük ki, Fərid bilirsən sən sevdiyin iş, qardaş bu mümkün deyil. Bu mümkün deyil. Bu elə bir nə etmək lazımdır? Sadəcə mənim fikrimdir. Yəni yanlış ola bilər. Sonra Fərid sizə başqa bir sual verəcəm. Sadəcə mən o başa düşməyə salmağa çalışıram ki, yəni dostları falan. Sən sevdiyin işdə amma niyə işi sevməlisən? Sən sadəcə iş sənin üçün bir ruzi qazanmaq üçün təbii ki, ola bilər ki, o sən 1%-in içinə düşəsən. Hə? Və sən sevdiyin işləyəsən, oradan da ruzi qazanırsan, pul qazanırsan. O lap gözəl, lap yaxşı. Amma bu gün insanların çoxusuna nə deyirlər? Yeri dəyiş, iş sevməyən işlə məşğul olma, o səni məhv edir. Sadəcə niyə? Bizə işi o qədər biz üçün qabardıblar ki. Halbuki o insan başa düşsə ki, bu iş sadəcə mənə ona görə lazımdır ki, maddi məsələlərimi həll eləyim. Hə? Sonra mən hobbilərim var. Məsələn ki, mən bizim bir dostumuzun tanışı var, dostu var, belə deyim. Özü məsələn çəkiliş işi ilə məşğuldur, amma həm də kombi ustasıdır. Kombi ustasından ruzisini qazanır. Burada da yəni təmənnası çəkiliş işləri görür. Yəni insanın həyatı belə baş verməlidir. Ona görə bizdə məsələn işi insana elə təqdim edirlər ki, sanki insan işlə evlənməlidir, işi o qədər bağlanmalıdır. Sonra da əmr gələndən sonra infaq keçidir ki, bu məsələn işdən mən azad oldum. Azad. Halbuki yəni mən nə demək istəyirəm? İnsan evladına belə sevgisi Tanrının aynasından gəlsə, o şüa, o sevgiyi bir şüa təsəvvür eləsək, o Tanrının aynasında sınıb evladına düşsə, sabah evladın itkisi də bəlkə faciəyə çevrilməz. Və yaxud valideyninə olan sevgisi Tanrının aynasından sınıb valideyninə düşsə faciə olmaz. Bu əslində çox geniş mövzudur. Yəni çox geniş mövzudur. Elə bir yerə toxundunuz ki, insan bəli bütün feillərin Allaha aid olduğunu bilsə, bütün sifətlərin Allaha aid olduğunu bilsə, zaten bu dünyada
heç kəslə işi olmaz. Hə də. Tam bir heçlik içində olar ki, siz dedinizsə bir tanrı, bir sən varsan, əslində sadəcə tanrı var Bəli. deyə düşünsə. Bəli. Yəni təslimiyyət, həqiqi bir təslimiyyət içərisində olar və hər şeyi qəbullanar. Bu artıq bunu təsavvuf deyir və mən də o baxışdan baxdığım üçün elə deyirəm. Yəni pislikmi elədi? O elədi. Bəli. Yəni o dediyim yaxşılıq mı gördün? O etdi. Amma hamısı sənə nəyisə çatdırmaq, hansısa bir mesajı vermək üçündür. Hə, amma o elədi demək də biraz adamı yorur. Tamam da o elədi bir dəfə, iki dəfə, nə qədər dözəsən, artıq bunu vaxtilə sən özün seçmisən düşünəndə, yəni sən nəyəsə görəsə bu cür yaşamı seçmisən, bunu seçmisən düşünəndə daha yaxşı təslim olursan. Mən nəyi öyrənmək üçün varam burada? Yəni nədir, mənası nədir bu həyatın? İnsanları yersiz konsentrasiyalar düzəldirlər süni şəkildə. Bəli. Bu xüsusilə son dövrlər mən qərbdən bizim şərqə gələn bu axını hiss edirəm. Məsələn tutaq ki, təsəvvür eləyir yəni bu gün çox danışdım, əslində qonaqlarımı danışım. Bu məsələn tutaq ki, bu evrənə mesaj ötürmədə, bu son dövrlər məşhur bir şeydir. Hamı evrənə mesaj ötürür. Evrəndə heç bir şuurlu bir varlıq olmağın, biz otursuq fəlsəfə və məntiqlə şuur nədir? Şuur necə bir şeydir? Bu şuurun təsirləri nələrdir danışsaq, evrən şuursuz varlıqdır. Bunların, yəni təsəvvürünə. Ümumiyyətlə konkret nədir bu evrən bilmirlər. Hamı evrənə mesaj göndərir də, düzdür? Amma bunu bu qədər evrənə mesaj göndərmək, bu cür ağır meditasiyalar eləməyə insan razıdır. 2 rəkat namaz qılmağa razı deyil ki, tanrısı ilə danışsın. Çox qəribə bir, anormal bir tərs təfəkkürü salırlar insanların içinə və mən təsəvvür gətirim ki, heç əyalətdə bir dağın başında dünyadan xəbəri olmayan bir adam da bu təbliğatın nəticəsində evrənə mesaj göndərir. Təəssüf ki. Hissəndim. Bəli, bir sual verin bu Ramazan ayı ilə bağlı. Sonra son suallarımı verəcəm. Bu sualdan sonra hərənizə son sual. Bəlkə də elə üçümüz də o suala cavab verərik. Bu kin məsələsi, kin kudurət elə bu mövzunun axarındadır. Ramazan ayı insanların qəlbləri bu, hətta mən bir neçə adamda görmüşəm ki, bu hissləri ilə öyünür. Kinliyəm, deyir mən. Dəvə kimi kinliyəm, məsələn. Sanki bu o qədər gözəl bir hissdir sanki. Halbuki rəzil sifətdir də bu kinli olmaq. Görürsən ki, bu təbii ki, hamımızın bəlkə içində bir miqdar var. Ümid edirəm zamanla təmizləyərik onları. Bu kinli olmaq, konkret buna bir tərif verin, xahiş edirəm. Və bu kindən necə yaxa qutara bilərik? Bu kin xəstəliyindən, məsələn, elə bu Ramazan ayında bizim tamaşaçılara töhfələrimizdən də biri bu olsun ki, kin nədir? Kin. Kin necə bir xislətdir və ondan necə paklanıb təmizlənə bilərik? Hardasa bir neçə müddət bundan öncə mənim uşaqlarımda bir xarakter formalaşmışdı ki, bir-birlərinə şikayət edirdilər. Ata o bunu belə elədi, bu deyir, bacı qardaşdan, qardaş bacıdan. Bir dəfə qızımı gətirdim, dedim, mənim qızım kin və bu qəbil baxımından daha öndədir. Niyə görə? Mən indiki nəsilə hörmət edirəm. Bir dəfə yemək yeyirdi, qayıtdı dedi ki, indi sözsüz ki, o YouTube-dan bunları görüb də. Gəlin hər birimiz mənfi tərəflərimizi deyək. Dedim, sağ ol səni. Yəni, nəsə var. Hələ sən bir de görüm, nədir sənin mənfi tərəflərin? Hə, dedi ki, mən yeməyi ən keç, mən yeyirəm. Və bu qəbil dedi, bir neçə dənə indi öz dünyasının şeylərində. Və axırda dedi ki, mən bir şey bölüşməyi sevmirəm. İndi bir növ ki, indi rus deyir ki, jadzinayım da, yəni bir növ ki, nətər? Xəsis? Hə, yəni ki, neysə bölüşməyi sevmirəm. Dedim, sağ ol, bir insan dediyiniz kimi hələm-hələm demir ha. Bəli, bəli. Yəni, mənə adətən bunun əksin deyənlər çıxır. Deyən kimi ki, şükür edənəm, əhl-i beyt sevənəm. Artıq bilirəm ki, bu adamla ehtiyatla danışmaq lazımdır. Bu hardasa özünü göstərəcək. Yəni ehtiyac duyur ki,
birinci şeydə sənə özünü o tərəfdən göstərsin. Freudun təxminən belə bir sözü vardı ki, ayın nə qədər işıqlı tərəfini görürsünüzsə, bir qaranlıq tərəfi də var o qədər. Bəli. Amma mən daha çox öz mənfi xüsusiyyətlərindən danışan adamlardan daha çox xeyir görmüşəm ha. Mən deyir əslində heç kəsə lazım olmadığını düşünən adamlar ən lazımlı adamlar olurlar belə. Amma kim ki deyir ay kinliyəm və bu qəbil, o başqa şeydir. Deyir öyünməyə bir şey olmayan adam öz bədbəxtliyi ilə öyünər. Bəli. Amma o kinlə, bu qəbil şeylərlə, intiqamla öyünən adamları mən bundan istisna edirəm. Çünki bir var insan düşün ki, mən yaxşı deyirəm, mən bu adamlar ayrıdır. Amma kinlə Əslində kinliyindən fəxr eləyir. Bəli. İndi mən yəni əvvəl belə bir adam rastıma çıxmışdı mən. İlk dəfə demişdim mən kinliyəm, bir də başa vurmağı, qaxınc eləməyi sevirəm. O nətərsi oldu, o sözü mənə dedi. Mən dedim, "Ay qardaş, bu ola bilməz, bu nəsə bir başqa şeydir." Dedim, "Yox, bu adam mənə qarşı ola bilməz, çünki mənə o qədər hörməti var, filanı var." Zamanla gördüm ki, o xüsusiyyətləri göstərdi məndə. İndi mən də qızıma qayıtdım, dedim ki, "İstəyirsən qardaşımı döyüm?" Gördüm, qıq, bıq, bıq cavab verə bilmədi. Dedim, "Bax sən şikayət edirsən mənə onunla, ata belə elə. İstəyirsən mən onu döyüm?" Qaldı belə. Bu yaxınlarda bir adam tanıyırdım. Tanınmış Quran qarisidir, Quran oxuyur. Özü deyir ki, Quran oxuyan adamın biraz danışıqlarında da bir fərq vardı. Daim Quran oxuyan. Bir adam deyir mənə, çox yaxşı bir hərəkət eləmədi. Deyir, Allaha dedim ki, onu dedim cəzalandırmalısan və mən onu görməliyəm. O hiqd var qəlbdə. Və maşınımı da onun arxasıyla sürdüm. Mən səndən ay Allah istəyirəm. Deyir, irəlidə, deyir, nə qədər getdi. Başqa bir maşın çıxdı, vurdu onu, aşırtdı maşını. Deyir, mən tez götürdüm, telefona söydüm onu. Niyə söydüm? Dedim, mən burada qüsur işlətməliyəm. Burada incə nüans var ha. Yəni, böyük ustadların böyük ustadı, onlar irfan adamları bizim xalqın dilində saf adamlar olurlar. Biclik bilməyən adamlar olurlar. Bizim cəmiyyətdə o adamlara yaxşı yanaşmırlar. Nə sadəlif adam deyə, belə deyilə. Allah dərgahında sadəlif adamların böyük hörməti var ha. Çünki təmizdir. Biclik yoxdur içində. Kin yoxdur. O çatmır ki, ona ki, necə yəni deyir? Kiməsə pislik eləyəsən. Niyə mən pislik eləyim ki? Həmin bu alim oturub o vaxtları belə şeylər olub. Giriblər su, çimiblər hamamda. Bir dənə zabit gəlib ki, adama çıxıqla bayrağı. Belə oyan beyan. O zirəli bilir axı onu. Yazıq kişinin yarı sabununu çıxartdırıb. Həmin adam geyinəndə oradakı xidmətçi gəlib deyib ki, ağa ürəyi tutdu ya adamın. Deyir, dizinə vurdu ki, kaş mən ona cavab qaytarardım. Yəni, burada incə nüansdır. Sən özün öz intiqamını almağa çalışanda Allah səni həvalə edir ki, gələ. O sən, o da sən. Özünüz bilərsiniz. Və bizdə elə də mən ay Allah edəcəm. Allah da deyir elə. Ha, sanki eləyə bilmirik, gəri ay Allah sənə qurban olum. Amma ən qorxulu şey odur ki, sən heç nə eləməyəsən və deyəsən ay Allah, o sən, o da o. Böyük hallarda fəlakət baş verir. Ona görə deyirlər ki, heç vaxt bir adamı Allaha tapşırmayın, qaçmayın birinci buna. Yəni, öz haqqını Allaha həvalə elədin. Dedin, ilahi, mən bu işdə heç nə eləməyəcəm, nə özümü müdafiə eləyəcəm, nə filan eləyəcəm. Əlbəttə, bu ictimai məsələlərə aid deyil ha. Yəni ki, məsəl üçün düşmənə filana, bu şəxsi motivli məsələlərdir. Çünki ictimai məsələlərdə sən bəzən güzəşt etməməlisən. İndi, məsələn, təsəvvür edin, İmam Hüseyn əleyhissalam Yezdə güzəşt etsəydi nə olacaqdı? Cəmaət deyəcəklər, Yezid Peyğəmbərin xəlifəsidir. Yox, mən gərək burada çıxım ki, cəmaətə deyim, məsələ elə deyil. Bəli, mən özümə qarşı edə bilərəm. Necə ki, bəzən deyirlər ki, indi mən oxumamışam, belə bir versiya var ki, deyirlər ki, İmam Hüseyn ona yazılan məktubları yandırırdı ki, çağıran adamların kimlikləri bilinməsin. Bu məni ilə onların münasibətidir. Hür məni gətirdi, mən onu bağışlayıram. Amma bəzi şeylərdə mən bağışlaya bilmərəm, istəsəm də ictimai məsələlərdə. İndi ona görə o dediyiniz kimi ki, o kin məsələləri var ha, və yaxud da bu qəbil. Dindarlar arasında da var. Həli din illəl hub, din sevgidən başqa bir şeydirmi? Başqa hədislərdə də var ki, İlla buğz.
nifrət, Bəs sevgi. Mən bəzi adamlar olub ha, deyirəm, deyir mən onu sevmirəm, nifrət edirəm. Deyirəm əzizim, eyni şeydir. Eyni şeydir. Yəni deyir ya. Deyirəm qardaş, sən bir adamı sev, nifrət elə. Nifrət edirsənsə, deməli o insan sənin üçün çox böyük önəm daşıyır. Bəli. Yəni ha sev onu, ha nifrət elə ona da. Eyni Bəli, hisslərdir bəli, də. Bilirsiniz, onsuz qala bilmirsən. Yəni ki, yatırsan onu Lənətləməsin düşünürsən, onu. durursan onu düşünürsən. Yəni yoxsa ki, adam ola bilər ki, fərqsizdir. İndi ona görə ki, o siz dediyiniz ki, bir şeydə ki, mən var ha, mən. O şeyin heç bir dəyəri və bu qəbul yoxdur. Mən həyatım, təcrübəm bunu deyir ki, bir adam deyibsə ya yalan danışmağı qabardıbsa, mən bilmişəm o adam özü yalan danışandır. İnsanlar yalan danışır. Psixoloqlar deyib, neçə kəlmədən, 5 kəlmədən üçündə insan yalan danışır. Bilirəm, sonra hardasa görmüşəm ki, telefondan kiməsə yalan danışır. Niyə görə? Özü yalan danışandır deyə həmişə ehtiyat edir yalan danışacaq. Bir nəfər o vaxtları bunu da deyim ki, bir gənc idi. Məndən xahiş elədilər ki, bir gəncsə onunla danışardınız, bəs dinə imana gəlmək istəyir, tövbə etmək istəyir. Bu qədər. Dedim ki, problemdir. Gənc oğlan idi, sən gələdi, danışdı. Gördüm adam tövbə etmək əvəzinə o bədbəxtliyi ilə qürur duyur. Mən gəncəm, idmanla məşğulam, biraz qəşəngliyim var, zahiri görkəmim var. Gəlirəm, müəyyən məsəl üçün ticarət işləri ilə məşğul oluram. Gənc qızlardır, özüm də gənc filan peşimə, bir də görəm işdən keçdiyinə. Adam deyir, tövbə etmək istəyirəm, amma fəxrlə danışır. Öz əməlini fəxrlə danışır. Həmən deyir, evlənmək istəyirəm bu qəbil. Mən buna necə başa salım? Bloklanıb. Bəli. Qayıtım dedim ki, mən heç nə yox. Bir dənə şey deyə bilərəm. Bir zaman gələcək. Sən ailə quracaqsan, evlənəcəksən və hər zaman gözün xanımın telefonunda olacaq. Çünki özün kimi birisinin gələcəyini güdəcəksən. Özün fəxr duyursan. Bəli. O qızlar sənə etibar ediblər. Hələ bir ailə quracaqsan filan, sən onlardan sui-istifadə etmisən və ömür billah onun cəzasını çəkəcəksən ki, mənim kimisi gələcək. Yəni ki, kimsə gələcək, mənim ailimi alacaq əlimdən. Yəni yekunda budur ki, kinliyəm, kindaram, nifrətəm. Həmişə adam bilməlidir ki, Quran deyir, Yusuf surəsində hər biliklidən bir bilikli üstün var. Yəni sən onu ilə də imtahan olunacaqsan. Çıxacaq rasuva daha kinlisi, daha nifrətlisi. Ona görə mərhəmətli olsan, həmişə sənin qarşın daha mərhəmətli insanlar çıxacaq. Bəli, bəli. Kinli olsan isə həmişə də daha kinli adamlar çıxacaq. Çox sağ olun Fərid bəy. Zülfə xanım, bu Ramazan ayı, bu sualı Fərid bəyə də verəcəm sizə də. Ramazan ayında Quran nazil olur da, Quranın nazil olduğu aydır. İndi bu sualı vermək istəyirəm. Siz inanclı insansınız və neçə illərdir inanclısınız da, daha doğrusu belə, ta uşaqlıqdan. Siz bütün Quranı bir neçə kəlmə ilə necə ifadə edərsiniz? Yəni Quran sizcə nədir? Bu sualı heç yerə yazmamışam, sizə də qabaqdan verməmişəm. Deyərdim ki, Quran ən böyük bilgi kitabıdır. Amma sənə iki tərəfdən bilgi verə bilər. Çox maraqlıdır. Özündə həm ibtidai, həm də ali bilgini toplayan bir kitabdır. Sən onu oxuyarsan, zahirin görərsən, ibtidai bir primitiv bilgilər alarsan. Sən onu elə təfəkkürlə yanaşıb oxuyarsan ki, oradan ali bilgilər alarsan, bu da Quranın tam batini mənasını dərk edərsən. Yəni çox özündə iki qolu da barındıran böyük bir təlim kitabıdır ki, sən onu oxumaqla çox şeyləri aça bilərsən. Çünki bunu niyə deyirəm belə əminliklə? Bəli, doğru vurğuladınız. Mən uşaqlıqdan dinlə məşğul olan biriyəm. Amma mən 34 yaşımdan sonra Quranda müəyyən hissəyə qədər oxuduğum şeyləri indi başqa cür anlayıram. Yəni heç də orada gördüyüm kimi anlamıram. Daha dərinə, yəni biraz təfəkkür edəndə başqa bir qapı açılır sanki və bu çox möcüzəvi bir şeydir əslində. Çox belə. Fərid bəy, bu suala mən özüm də cavab verəcəm. Nə cür başa düşürəm? Amma siz nə istəyirəm ki, adətən belə suallarda adamda bir
fərqli bir cavab vermək olur ki, insan elə düşünür ki, mən elə cavab verməliyəm ki, cəmaət vau desin ki, budur. Yox, Bəzən deyirəm ki, adama deyəndə ki, bu yaxınlarda bir video var idi. O məşhur türk aktyoru nəsə deyir, yaxşılıq yaxşılıqdır. İyilik. Hə, deyir elə bu, deyir elə bu. Bəli. Və salam deyir, bəs şey. Ən gözəl şey. Quran deyir ki, əgər yaxşılıq eləsəz, özünüzə yaxşılıq eləmisiniz. Yəni heç kəsə minnət vura bilməzsən. Bəli, bəli. Özünə yaxşılıq. Və salam, yaxşılıq elə yaxşılıqdır sənə də. İndi bilirsiniz Amma ki, bu bilirsiniz necədir bu? Məsələn, tutaq ki, bax o bütün, yəni Quranı və tək Quranı, məsələn, tutaq ki, biz keçən dəfə danışdıq bu barədə. Məntiqdə bir üsullardan biri də bu nədir? İstifadə olunan üsullardan. Deyir ki, ilk zehnə gələn fikir. Məsələn, Bakı ilk zehnə nə gəlir? Məsələn, Xəzər, misal üçün, Qız Qalası və yaxud kimsinsə bir xatirə yeri. Deyir, məntiqdə bu qaydadan istifadə olunur da üsulda. Quran deyəndə ilk ağlınıza nə gəlir? Mənim yenə də deyim ki, məşhur kəlam var idi ki, kim istəyirsə Allahla danışsın, namaz qılsın. Kim istəyir Allah onu ilə danışsın, Quran oxusun. Mənim üçün də budur. Yenə də deyirəm ki, mənim bu verilişdə ancaq işim hanım o danışır, o daha qısa danışır. Mən elə bilirəm ki, onun o müqəddimələrinə izah verməyə çalışıram da, şərh vermək istəyirəm ki, daha dolğun olsun da. Yenə də deyim ki, yenə də bizim hədisimiz var ki, Quranın qatları var. Hər bir kəsə xitab edir. Bəli. Hər kəs onu gördüyün görür. Ona görə mən Allah ibtidai dibə o və peyğəmbərin başa düşdüklərinə biz gedib çata bilmirik. Amma müəyyən şeylərə edə bilər. Ona görə deyir ki, bizim məşhur Əllamə Təbətəbaidə mən belə bir eşitmişəm, yəni oxumamışam. Təhər eləmişdi ki, mən hər gün heç olmasa bir cüz Quran oxuyum. Və niyə? Çünki hər gün oxuyursan bir cüz. Daha fərqli. Təzə şey başa düş. Mən buna fikir verməmişdim. O biri gün, yəni bu elə bir ecazdır ki, bitmir. Köhnəlmir heç zaman. Nədir fərq? Yenə də mənim üçün yenə də o deməkdir ki, Allahla danışmaq istəyən mən Qurana o cür yanaşıram. Yəni Allah səninlə danışsın. Ağlın hara qədər getsə, Allahın mesajı yenilənəcək sənin üçün. Bəli. Yəni mən bayaq ona görə vurğuladım ki, əvvəlki oxuduğum şeyləri görə bilmirəm. Başqa cür görürəm, çox maraqlıdır. Daha fərqlidir. Allahın hər zaman yenilənən mesajı. Bəli. Allahın hər zaman yenilənən mesajı. Əziz dostlar, mən bir şairin bir misraları var. Çox sevirəm bu misranı. Deyir ki, dağ-dağa duman göndərir sevgi məktubu kimi. Məncə elə bilirəm ki, Quran Tanrının bir sevgi məktubudur. Belə başa düşürəm. Niyə görə? Çünki biz sanki bizim cəmiyyətdə belə bir fikir formalaşıb ki, şəriət, təbii ki, şəriət biz inkar eləmirik. Şəriət də öz yerindədir, qaydasındadır. Sadəcə Quranın hədəfləri bizi nələrdənsə məhrum eləmək deyil. Ümumiyyətlə dinin hədəfləri bizi nədənsə məhrum eləmək deyil. Din bizə sevgi məktubudur. Sevgi üzərindən, məhəbbət üzərindən. Dünyanın ən böyük bir günahkar insanı da gətirsəz, din, İslam onu bağrına basacaq qədər böyükdür. Bağrına basacaq qədər nəhəngdir və dinin və Tanrının bağrında hamımıza yer var. Əziz dostlar, hamımıza Tanrının bağrında olmağı arzu edirəm və ondan qaçmamağı arzu edirəm. Ümid edirəm, gələn verilişlərimizdə daha fərqli mövzulara toxunacağıq. Sizdən xahişim bu verilişə baxıb, bəyənib və kanalımıza abunə olmağınızdır. Təşəkkürlər. Gələn verilişlərdə görüşənədək. Çox sağ olun.